Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fərid Əhmədov. Mənim müraciətim şəxsən sizədir. Mən Ucar rayon sakini Abdurrahmanov Cavid Qurbanov. Mənim video müraciətimin əsas səbəbi odur ki, mən 2023-cü ildə Göyçay rayon Potu kənd sakini Süleymanov Aydın Yusif oğluna 11.000 manat məbləğində borc pul vermişdim. Verilən pul vaxtında qaytarılmadığı üçün məhkəməyə müraciət etmişəm. 17 yanvar 2025-ci ildə həm məhkəmənin qərarına əsasən pul mənə ödənilməlidir. Keçən ildən bura artıq bir ildən çox keçməsinə baxmayaraq işim Göyçay icra probasiya yönəldilsə də məhkəmə qərarı icra olunmamışdır. Məhkəmə qərarının icra olunmamasının əsas səbəbkarı icra probasiya idarəsinin icra məmuru Əhmədzadə Tərlan Mehmanovdur. Onun qərəzli mövqeyi və onun açıq-aşkar şəkildə qarşı tərəfi müdafiə etməsidir. O birbaşa Süleymanov Aydın Yusif oğlunu himayə edir. Ondan rüşvət almışdır. Əhmədzadə Tərlanın rüşvət almasının barədə indiyə kimi sosial şəbəkələrdə çoxlu videolar vardır və onun bir daha rüşvətxor olmasının əsas sübutlarından biri baxımıdır. Baxın, cənab nazir, diqqətlə baxın. Bu qəbz əlindəki çek nədir? Demək, belə mənim bir işim kimi başqa bir işdə var, elə bir ki, Araz Məmmədov. Ondan qarşı tərəfdən pul, onun kartına atılan 220 manat pulun qəbzidir, cənab nazir. Baxın. Mənim işimi bax belə bir icraçı icra edir. Əhmədzadə Tərlanın kartına 220 manat pul atılıb ki, məni həbs etmir. Mən azadlıqda gəzim. Əhmədzadə Tərlan belə şəxsləri aylığı 50 manata çöldə gəzir və işi icra eləmir. Cənab nazir, mən sizin yanınıza fevralın 6-cı günü qəbulunuza gəlmişdim. Göyçay regional idarəsində, ədliyyə idarəsində qəbulunuza gəlmişdim, yazılmışdım. Məni orada Göyçay icra probasiyanın rəisi İlqar Abdurrahmanov və Əhmədzadə Tərlan, belə deyək də, mənim qoluma girərək, məni apardılar otağa, mənə yalvardılar, yaxardılar ki, başa dönmək. Qurban olum, cənab nazirin yanına girmə, biz sənin işi özümüz şəxsən həll edəcəyik, sənə kişi kimi söz veririk, cənab nazirin yanına girmə, biz bu işə cavab deyik. Sən get, tam arxayın ol, bu iş bizlikdir. Yəni, biz sənə kişi kimi söz veririk, ağacan buradadır. Sən işi biz həll edəcəyik. Bunlar mənim qoluma girdilər, məni belə deyək də, bu sizin yanınıza girməkdən yayındırdılar. Hətta gətirib məni pilləkənə qədər yola saldılar ki, görə bu həqiqətən getdimi. Mən bunların sözünə inanıb qayıdıb evimə gəlmişəm. Sonradan mən bunların yanına gedəndən sonra bunlar məni nə qəbul eləmirlər, nə telefonlarıma cavab vermirlər, nə zənglərimə, nə SMS-lərimə heç birinə cavab vermirlər. Mən belə deyək, Tərlanın qəbuluna, xidmət otağına girə bilmirəm. Tərlan məni görəndə mühafizəyə tapşırır ki, mən burada yoxam, arxadayam, icraya getmişəm, iş başına getmişəm, məhkəmədəyəm. Açmır, 40 dəfə zəng eləsəm, xeyri yoxdur, mümkündür. Bu insan heç bir telefon zəngimə cavab verir. Baxır, mən bunu görüşəndən sonra dedim, mən belə deyək də, işim nə yerdədir? Mənə deyir ki, mən sənin işimə xitam vermişəm. Oktyabrın 23-ü mən işimə xitam verib. Noyabrın 26-sına qədər mən təkcə, cənab nazir, o xitam verməyin sənətini əlimə almışam. Xitam verməyin, ona qədər mən nə qədər Ədliyyə Nazirliyini yığmışam, nə bilim, kimlərin qəbulunda olmuşam, mən xitam vermək, qərarı əlimə ala bilmirəm ki, şikayət verim. Qərarı gizlədir, vermir. Heç bir halda qərarı bu icrasıdan ala bilmirəm. İcrasıdan mümkün deyil almaq. Gizlədir ki, mən məhkəməyə şikayət vermirəm. Noyabrın 26-sı qərarı əlimə aldı, çox çətinliklə əlimə aldıqdan sonra məhkəməyə şikayət vermişəm. İşim yenidən icraya yönəldilmişdir və işim yenidən bərpa olunmuşdur. İndi bu səfər təzədən icrası başlayıb süründürməçilik yaparır. Cənab nazir, belə bir məsələ var. Bu məhkəmə zallarında Əhmədzadə Tərlan Süleymanov Aydını elə bir formada müdafiə edir ki, elə bir bunun vəkilidir, elə bir bunun qardaşıdır, atasıdır, dədəsidir. Yəni o formada bunu müdafiə edir. Yəni qarşı tərəf heç bir şəkildə nə dinmir, öz məsuliyyətini başa düşür. Yəni gördüyü işdə belə deyək də peşman olduğunu bildirir, amma Tərlan imkan verir ki, iş icra olunsun. Ondan pul alır, onu açıq şəkildə müdafiə edir. Elə bir ki, Tərlan əli ilə yazır, verir ki, get bu formada da şəkil apellyasiyaya şikayət verir. Cənab nazir Fərid Əhmədov, mən sizdən şəxsən
belə deyək, müraciət edərək sizdən artıq dərəcədə xahiş edirəm. Mənim ailə vəziyyətimin ağır olmasını, 30.000 kredit borcumun olmasını, sosial vəziyyətimin ağır olmasını, 2 az yaşlı övladımın olmasını, ondan sonra atam birinci qrup 50 olmasını nəzərə alaraq mənim işimin tez bir zamanda icra olunmasını sizdən xahiş edirəm. Artıq dərəcədə cənab nazir sizdən xahiş edirəm ki, mənim işimi şəxsən özünüz nəzarətə götürəsiniz, şəxsən özünüz və sizdən artıq dərəcədə xahiş edirəm ki, cənab nazir, Göyçay İcra Probasiya İdarəsinin işçisi Tərlan Əhmədzadə haqqında, onun əməlləri haqqında hüquqi bir qiymət verəsiniz. Mən belə deyək, sizdən şəxsən xahiş edirəm ki, cənab nazir, həmin idarəyə yeni bir nəfəs lazımdır. Orada açıq-aşkar bazardır, özbaşınalıqdır. Mən sizə həmin onun rüşvət əməlləri barədə qəbzi də göstərdim. Mənim işimin burada icra olunması qanuna müvafiqdir. Belə bir insana tapşırılması ədliyyə sistemində olan etibarı, inamı sarsıdır. Əhmədzadə Tərlan, qarşı tərəf Süleymanov Aydın'ı bir maşında gəzirlər. Mən bunu dəfələrlə şahid olmuşam. Bu telefonla ona zəng edərkən ona qardaş deyib müraciət edir. Bunun belə deyək, qarşı tərəfin müqəssirlə belə bir münasibətin olması artıq böyük şübhələr doğurur. Bu 15-ci artıq məhkəmə keçiriləcək. Bundan əvvəl 13 dənə məhkəmə keçirilmişdir. Həmin məhkəmələr hamısında iş mənim xeyrimə həll olub. Bütün hakimlər deyiblər ki, yəni pul ödənilməlidir. Bir dənə hakim tapıb bu özünün qara işlərini, kirli işlərini Göyçay məhkəməsinin hakimi cənab Cavid Əhmədzadə ilə görür. Demək, belə məsələlər olduqda onun vasitəsilə işləri batırır. Tərlan Əhmədzadə martın 3-dən bu günə qədər mənim xəbərim olmadan HDM-lə əmək haqqı mənim işimi 3-cü şəxsə Süleymanov Aydın'ın həyat yoldaşına yönəldi. 11.123 manat pulu aylıq 93 manat belə deyək ödənilməklə özündən belə deyək qanunsuz qərar çıxartmışdır. Həmin qərarı icra olunarsa əgər belə çıxır ki 119 ay edir. Təxminən 10 il edir. 4 ildə mən bu pulu ala bilmirəm. Demək 4 il bu, 10 ildə bu. Belə götürəndə yəni orta hesabla 15 ilə mən bu pulu alacağım. Məhkəmə qərarının icrası beləncəsinə tam qanunsuzdur, qanuna ziddir. Bu o deməkdir ki, yəni burada maxinasiyalar baş verir. Ona görə də cənab nazir, sizdən xahiş edirəm ki, mənim belə deyək, 3-cü şəxsə yönəldilmiş icra qərarı tamamilə qanunsuz olduğuna görə ləğv olunmalıdır və Göyçay İcra Probasiyadan alınmalıdır. İcrada o qədər özbaşınalıqdır ki, hətta icra probasiya maşını bunların şəxsi istifadəsindədir. Bunların ailə üzvlərini daşıyır. İcra probasiyanın xidməti maşını ilə, icranın xidməti maşını, dövlətin verdiyi maşınla, belə deyək, bunlar çayçıda, kafeydə, belə deyək, onlar ailə üzvləri gəzirir. Nə bilim, məclislər aparır, məktəbə uşaqlarını aparır. Videoları var, yəni belə deyək, bunları da sizə yönləndirirəm, özünüz baxın. Sizdən artıq dərəcədə xahiş edirəm ki, cənab nazir, şəxsən siz özünüz bu işə bir hüquqi qiymət verin. Bax, götürüb müraciət qarşı tərəfin yoldaşına yönləndirib, ayda 93 manat. Beləncə icra olunur. Belə icra qərarı olur. Aprelin 2-sində Göyçay məhkəməsinin hakimi Elçin müəllim tərəfindən qarşı tərəfin ölkədən çıxışının məhdudlaşdırılması barədə qərar çıxır. Həmin Əhmədzadə Tərlan həmin qərarı əsasən götürüb işi qaytarıb məhkəməyə. İcra olunmadan geri qaytarılır. Səbəb nədir? Səbəbi isə odur ki, yəni bu adam ölkədən çıxa bilər. Bunu ölkədən çıxartmaq istəyir ki, bu iş icra olunmasın. Səbəb odur ki, rüşvət alıb, həmin rüşvətin qarşısında artıq Aydından qorxur, çəkinir. İndi ona qarşı belə deyək, hansısa bir tədbir görə bilmir. Girmişəm ki, mən işə xitam vermişsənsə, mənim sənədlərimi ver, mən axı məhkəməyə şikayət edim. Deyir ki, xidməti otağında saat 4-də çörək yeyə, mən belə vətəndaşı belə qəbul edir. Deyir ki, get hazırlıqlı gəl, o məsələni həll edək, narahat olma. Yəni o məsələnin həlli yolu var. Özü xitam verib, o tərəfdən də pul almaq istəyir, indi məndən də pul almaq istəyir. Deyir, get hazırlıqlı gəl, biz o məsələnin həlli yöntəmi mən bilirəm. Sənin başa salacağım, həll edəcəyik. Amma hazırlıqlı gəl. Cənab nazir, demək 14 apreldə otağında qəbulunda olanda deyirəm ki, bəs cənab nazirin siz keçən dəfə qoymadınız mən qəbuluna girmək. İndi mən gedirəm onun qəbuluna. Deyir, get kimə deyirsən deyir. Mən işi nə cür düzüb qoşmuşamsa, nə cür yazmışamsa elə də olacaq. Kimə deyirsən deyir. Mənə deyir ki, cənab nazir, sənin işin niyə belə deyil? Deyirəm, niyə? Deyir, çünki sən əvvəlcədən gəlib mənimlə razılaşmalısan. Mən indi belə deyək, cənab nazir, sizdən soruşuram. Görürsən, mən buna nə qədər pul verməliyim? Mən bilmək istəyirəm. Mən buna nə qədər pul verim ki, cənab nazir, bu iş icra olunsun? Deyir, mənə Bakıdan sifariş olunmalıdır ki, bu iş icra olunsun.
Bu insan haqqında cinayət işi açılsın. Mənə deyir, heç kim sifariş edə bilməz. Bu, həmin Tərlanın mənə dediyi sözlərdir. Şəxsən bunu mənim özümə deyib, cənab nazir. Bundan sənədlərimi tələb eləyirdim, vermirdi. Mobil notariat proqramını yüklədim, oradan götürdüm. Bütün sənədlər orada. Gördü, oradan sənədi götürürüm, bütün sistemdən sənədləri sildi. İndi mən bu günlərim sözümü harasa deməyə, aldığı qərarların heç bir mənim əlimdə yoxdur ki, mən kiməsə şikayət edə bilim, məhkəməyə şikayət edim. Bütün sənədləri sistemdən silib. Nə də özümə heç bir sənəd vermir. Elə bir çox çətinliklə bir 100 dəfə zəng eləyəndən sonra bir tər telefonumu açıb deyir ki, filan iş eləmişim. Şifahi bildirir, amma ortada sənəd, sübut, dəlil heç bir şey yoxdur, cənab nazir. Bu insan haqqında sizdən xahiş edirəm, cinayət işi başlanılsın, icra orqanına öz göstərişinizi, tapşırığınızı, belə deyək, Tərlanın dili ilə deyəsə, sifarişinizi verərdi. Bu insan haqqında cinayət işi başlanılsın. Çünki bu insan heç bir məhkəmə qanununu icra eləmir. Çünki buna himayədarlıq eləyən var, səbəbkarı da başlıca böyük, ağsaqqalı Tərlandır. Özünün şəxsi villasında, o ədli idarəsi, onun şəxsi villasıdır ki, artıq. Özünün o şəxsi obyektinə çevirir, dövlət idarəsi. Orada Tərlan götürüb qərar qəbul edib ki, ayda 93 manat ödəsin. Yəni, mən pulumu 10 ilə alım, bundan sonra 10 ilə, 4 ildə ala bilmirəm, bundan sonra 10 ilə alım. Və götürüb indi də aprelin 23-cü məhkəmə qərarından şikayət verib ki, icra sənədini geri qaytarıb ki, bunun ölkədən çıxışı götürülsün. Yəni, bu adam işi icra elədi, qutardı. İşi icra edib, pulumu ödəyib. Hələ bu günə qədər 4 ildə bir qəpik pul almamışam, cənab nazir. Mən bu işə, belə deyək, öz etirazımı bildirirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, siz şəxsən birbaşa bu işi öz üzərinizə götürəsiniz, öz nəzarətinizə götürəsiniz. Sizdən artıq dərəcədə xahiş edirəm. Bir Azərbaycan vətəndaşı kimi, bir Azərbaycan pedaqoqu kimi, bir Azərbaycan müəllimi kimi sizdən artıq dərəcədə xahiş edirəm. Cənab nazir, mənim işim vaxtında icra olunsun və Tərlan Əhmədzadə haqqında ciddi əməli tədbirlər görsün.